Kan dostu amandı koyma geldi, didarı yamandı koyma geldi. Vay vay diyesem beşer değil bu, bir şekle uyan teher değil bu. Allah'ı seversen er değil bu, erdoğdu kabandı koyma geldi, didarı yamandı koyma geldi. Bugün Azərbaycanın böyük satirik şairi Mirzə Ələkbər Sabir və onun ölməz əsəri Hop-Hopnamə haqqında danışacağıq. Söhbət yalnız bir kitabdan deyil, hətta dövrümüzün aynası olan bir əsərdən gedir. Niyə Mirzə Ələkbər Sabirin adı Azərbaycan ədəbiyyatında bu qədər önəmlidir? O kimləri və nəyi tənqid edirdi? Hop-Hopnamə əsəri bizə nə mesajlar verir? Hop-Hopnamə yalnız şeirlər toplusu deyil. O həm də şairin zəmanəsini, insanların düşüncə tərzini və həyatlara necə yanaşdıqlarını göstərən bir sənətdir. Amma ağıllarda bir sual qalır. Şair niyə öz əsərinə Hop-Hopnamə adı vermişdi? Bu ad hansı mənanı daşıyır? Bu əsərdə qoyulan problemlər keçmişdə mi qalıb, yoxsa bəziləri hələ də öz aktuallığını qoruyurmu? Hamısına cavab tapacağıq. Müsəlman görürəm, qorxuram. Bir anlıq dayanıb düşünək. Mirzə Ələkbər Sabir niyə belə deyirdi? Niyə müsəlman gördükdə qorxu hissi keçirirdi? Şair burada kimləri nəzərdə tuturdu? Sabir niyə öz xalqını, öz dindaşlarını tənqid etməyə ehtiyac duyurdu? Axı bu şeir həm də şairin öz cəmiyyəti ilə bağlı bir hayqırtısı idi. Sabirin tənqid etdiyi problemlər o dövrdən mövcud idi. Yoxsa bugün də həmin məsələlərə rast gəlirik. Bəlkə də bugün elə həmin problemləri biz də yaşayırıq. Payı piyada düşürəm çöllərə, xari müğilan görürəm, qorxmuram. Seyr edirəm bərri biyabanları, quli biyaban görürəm, qorxmuram. Gah oluram bəhridə zövrəqnişin, dalğalı tufan görürəm, qorxmuram. Gəh çıxıram sahilə hər yanda min vəhşi qurran görürəm, qorxmuram. Gah şəfəq tək düşürəm dağlara, yanğılı vulkan görürəm, qorxmuram. Gah enirəm sayə tək ormanlara, yırtıcı heyvan görürəm, qorxmuram. Üz qoyuram gah neystanlara, bir sürü aslan görürəm, qorxmuram. Məqbərəlikdə edirəm gah məkan, qəbirdə xortdan görürəm, qorxmuram. Mənzil olur gah mənə viranələr, cin görürəm, can görürəm, qorxmuram. Bu kürre-i ərizdə mən müxtəsər, müxtəlif əlvan görürəm, qorxmuram. Xarici mülkündə də hətta gəzib çox tühaf insan görürəm, qorxmuram. Leyk, bu qorxmazlıq ilə doğrusu ay dadaş. Vallah, billah, tallah, harda müsəlman görürəm, qorxuram. Bir səbəb qorxmuyuram, vəci var. Neyliyim axır? Bu yox olmuşların fikrini qanqan görürəm, qorxuram. Qorxuram, qorxuram, qorxuram. Mənsə deyim, Məşədi Səriyə Sultan Sabirin ən sevimli qızı olub, ən sevimli evladı olubdur. Niyə görə? Çünki Sabirin ilk oxucusu elə öz qızı olub.
o şeirlərini yazanda ilk elə Səriyə Sultanı oxuyurmuş və müəyyən mənada o ilə müzakirələr eləyirmiş. Çox da ola bilər ki, qadın öz təəssüratlarını ona demir, ata bəlkə düzəldirmiş, bəlkə nəyisə nəzərə alırmış. Amma onun sözünə, onun fikrinə Sabirin hər zaman böyük ehtiyacı olubdu. Səriyə Sultan nəyə görə onun adı Hububnamə ilə bağlıdır? Demək, Sabir ölümünə yaxın bir gün evdə çox belə narahat halda oturubmuş və qızı ər evindən atasının yanına gəlir və görür ki, atasının halını görür və narahat olur ki, ata sənə nə olub? Sabir də deyir ki, mən hələ sağ ikən istəyirdim öz kitabımı görəm, amma belə görürəm ki, yəni imkanlar, maddi imkan mənə imkan verməyəcək ki, kitabımın nəşri ilə məşğul olum. Qızı heç nə demir, gedir evinə. Özünün zinət əşyalarını, gəlinlik zinət əşyalarını götürür, gətirir atasının yanına ki, gəl ata bunu götürək, bunu sataq, onun puluna sənin kitabı çap eləyək. Atası təbii ki, razı olmur ki, mən sənin zinət əşyalarının hesabına kitab çap eləmək istəmirəm. Amma xanım biraz israrlı olur ki, ata çap eləyək, yenə kitabın satılandan sonra mən həmin o puluna gedib yenə həmin o əşyalar alacağam. Elə bir sanki o dövrdə ilk sponsorluq eləmək istəyir atasına. Və atasına yəqin ki, razı sala bilir ki, çünki sonra otururlar Sabirlə birlikdə, elə ata-bala, ata-qız birlikdə şeirləri seçirlər. Sabir belə qərara gəlir ki, bir hissəni çap eləsinlər. Sonra digər hissə də ikinci növbədə çap olunur və ona görə qızı ilə birlikdə bir qismini seçirlər, ilk növbədə çap olunacaqlar siyahısında. Digərləri qalır arxivdə, yəni ayrıca bir boğçada ki, bunlar da sonraki nəşrdə çap olunsun. Və elə olur ki, Sabir dünyasını dəyişir və bu kitabın çap olması falan məsələsi reallaşmır. Həyata keçmədən o dünyasını dəyişir və bu məsələ elə bu şəkildə də qalır. Və elə Sabirin Hüzür Məclisində onun ikinci növbədə çap olunacaq əsərləri ki var idi, boğçada ayrıca boğçada saxlayırlar, itir, oğurlanır, itmir deyək, belə deyək ki, oğurlanır və bu oğurlama məsələsindən sonra Səriyə Sultan başa düşür ki, kimsə bunun əsərlərinin elə bil ki, ovundadır. Kimsə bunu bilərəkdən aradan götürmək istəyir və kimsəyə söyləmir ki, əsas boğça, yəni birinci növbədə çap olunacaq əsərlər ondadır. Bunu gizlədir. Uzun müddət gizlədir. Ta o vaxtacan ki, ilk kitab çap olunur. Onda o çıxardır, üzə çıxardır, Abbas Səədə təqdim edir ki, Sabir, şair özü özəliylə bunları çap olmaq üçün ayırıb qoyubdur və o kitablar, həmin o əsərlər bax o cürə işıq üzünə çıxır və bugün əlimizdə tutduğumuz həmin o kitab elə Səriyə Sultanın fədakarlığının nəticəsidir. Ürəfa marşı nə deməkdir? Və niyə məhz Sabir bu sözü şeirin mərkəzinə gətirib? Ürəfa deyəndə biz kimləri nəzərdə tuturuq? Həqiqi alimləri mi? Yoxsa özlərini bilikli, savadlı kimi göstərib, cəmiyyətdə faydası olmayan insanları mı? Amma təəssüflər olsun ki, bizim cəmiyyətimizdə də belə insanlar mövcuddur. Özlərini bilən kimi təqdim edən, amma əslində isə gerilik gətirən şəxslərin sayı çoxalıb gedir. Belə insanlar təhsildə, ictimai həyatda və yaxud da dində hansı izlər buraxır? Şair bu sözü ilə bizə güzgü tutaraq özümüzü dərk etməyə çağırır, yoxsa yalnız keçmişdəki problemlərə çarə axtarır? İntelligentik, gəzərik naz ilə. Ömr edərik nəş'eyi dəmsaz ilə. Həftədə bir dilbəri tənnaz ilə həmdəm olub işləri sahmanlarıq. Ay bərəkallah, nə gözəl canlarıq. Xoşdamırıq bir para nadanları, şive-i nisvan-ı müsəlmanları, neylirik Fatma tükəzbanları, annaları, sonyaları yanlarıq. Ay bərəkallah, nə gözəl canlarıq. Bir para bi-əqli fərasət bizə, eyləyir isnad-ı qəbahət bizə. İstəyir etsin də nəsihət bizə. Bir bunu qanmır ki, biz ürfanlarıq. Ay bərəkallah, nə gözəl canlarıq. Kimsəyə yox dəxli ki, biz işrəti xoşlayırıq. Boşlayırıq külfəti, güşəyi qəsdində olan ləzzəti. Xanə-i viranda haçaq anlarıq. Ay bərəkallah, nə gözəl canlarıq. İntelligentik, bu ki böhtan deyil. Türkü danışmaq bizə şayan deyil.
Türk dili qabili irfan deyil, biz buna qail olan insanlarıq. Ay bərəkallah, nə gözəl canlarıq. Türk qəzeti versə də əqlə ziya, mən onu almam əlimə mütləqa. Çünki müsəlmanca konuşmaq bana eyibdir. Öz eybimizi anlarıq. Ay bərəkallah, nə gözəl canlarıq. Yox işimiz məcmi-i İslam ilə, püxtə nasıl söhbət edər xam ilə. Çünki klublarda sərəncam ilə hər gecə bir mətləbi ünvanlarıq. Ay bərəkallah, nə gözəl canlarıq. Nəzər salsaq ki, Sabir ümumiyyətlə kimdir? Azərbaycan ədəbiyyatında onun mövqeyi nədir, yeri nədir? Bunun ən gözəl tərifi bizim görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayev deyib. Yaşar müəllim deyirdi ki, Kitab Dədə Qorquddan, Nizami Gəncəvinin Xəmsəsindən, Füzulinin divanından, Axundovun təmsilatından sonra ən böyük kitabımız Hop-Hopnamədir. Çox belə deyim, böyük dəyərdir. Yəni ədəbi abidələrimizin içində bu ilk beşliyi müəyyənləşdirmək və Sabirin Hop-Hopnaməsini orada görmək Sabirin yaradıcılığına verilən böyük dəyərdir. Mən özüm üçün axtardım ki, bax bu mövqeyi Sabirin yaradıcılığına qazandıran nədir? Bunun sualını, mən bu sualın cavabını Abbas Səhhətdə gördüm. Abbas Səhhət deyir ki, Sabirin şeirləri, Sabirin yaradıcılığı bir ordunun gücünə bərabərdir. Bir ordu qədər güclüdür. Niyə? Məsələn, Abbas Səhhət niyə belə deyirdi? O Sabir şeirinin gücünü nədə görürdü? Və Sabir şeirinin gücü onun o əsərlərindəki mübarizlik ruhundadır, çağırış əzmindədir. Bir inqilabi ruh var Sabirin şeirlərində. Sabir bir inqilab, şuurlarda inqilab eləyir, düşüncədə inqilab eləyir, o yanlış eləyən bir şairdir öz yaradıcılığı ilə. Sabir beynəlmiləl kimi bir şeirin müəllifidir. Onun şeirləri ilə İranda inqilablar olubdu, ona təkan verib. Rus inqilabına aid şeirləri var, Türkiyə ilə bağlı şeirləri var və onun şeirləri, bunu bayaq da qeyd elədim ki, müxtəlif dünya dillərinə tərcümə olunması, yəni onun artıq dünya oxucusunun diqqətini, marağını çəkməsi idi. Sabir gəlin baxaq görək nəyi tənqid eləyirdi? Avamlığı, cahilliyi, insanların hüququnun tapdalanmasını, onları tənqid eləyirdi. Və o təkcə Azərbaycan, belə deyək, Azərbaycanın problemi deyildi. Sabir bildiyiniz kimi çox şərq dünyasını səyahətə çıxıbdı. Orta Asiyada olubdu, Xorasanda olubdu, Səmərqənddə olubdu, səyahətdə olub və həmin olduğu yerlərdə də ziyalılarla təmasda olub, ünsiyyətdə olub, həm də xalqın həyat tərzi ilə tanış olub. Və o qayıdandan sonra elə orada da o gördüyü obrazları, belə deyək də, öz personajlarına çeviribdi, ədəbiyyata gətiribdi. Yəni onun qabartdığı problemlər mən düşünmürəm ki, təkcə elə Azərbaycana aid idi. O düzdür, o tiplərin öz dili ilə onları ifşa edirdi, amma bunlar heç də o demək deyil ki, təkcə bizimdir. Belə deyək də, deyirlər ki, onu əslində mən özüm də bu müzakirələrdə bir vaxt iştirak eləmişəm. Amma görəndə ki, Sabirin əsərləri Rus dilinə tərcümə olunub, Ukrayna dilinə, Tatar dilinə, Fars dilinə, Türk dilinə tərcümə olunubdur və sevilir və onun əsərlərinə nəzirələr yazılır. Niyə görə o, məsələn, deməli onu dünya qəbul edir ki, ona nəzirə yazır da, dünya üçün o təkcə Azərbaycanın problemini qabartdığı üçün maraqlı deyildi Sabir. Düşünürəm ki, çox nailiyyətlər əldə etmişik. Düzdür, baxmayaraq ki, bugün də o qüsurlar var, bəzi qüsurlar var, nöqsanlar var. Sabirin o personajları, iradları bugün də aktualdır. Amma eyni zamanda bizim təhsilimizin, maarifimizin bu qədər inkişaf etməsi, elmimizin inkişaf etməsi o Sabirlərin, Mirzə Cəlillərin, belə deyək, çatmaq istədiyi hədəf idi. Ariz qəmlər əlindən ürəyim şişmiş idi. Zənn edirdim edəcəkdir ona çarə ciyərəm. Bəxti mənhusimə bax, mən bu təmənnadaykən başladı şişməyə indi üzü qarə ciyərəm. Millət necə tarac olur olsun, nə işin var? Gəlin özümüzdən soruşaq. Mirzə Ələkbər Sabir bu şeiri yazmaqla bizə nə demək istəyirdi? Bir millətin tarac olması nə deməkdir? Şair burada kimləri nəzərdə tutur? Sadə insanları,
yoxsa gələcəyə cavabdeh olan ziyalıları? Şairin tənqid etdiyi mənzərədə biz özümüzü necə görürük? Gəlin birlikdə bu satirik şeirə nəzər salaq və özümüzdən soruşaq. Millət necə tarac olur olsun, nə işin var ifadəsi bizə nə qədər yaxındır? Və ən önəmlisi, bu şeir bizə nə mesaj verir? Millət necə tarac olur olsun, nə işin var? Düşmənlərə möhtac olur olsun, nə işin var? Qoy mən tox olum, özgələr ilə nədir karım? Dünya və cahan ac olur olsun, nə işin var? Səs salma, yatanlar aylar, qoy hələ yatsın. Yatmışları razı deyiləm kimsə oyatsın. Tək-tək aylan varsa da, haq dadıma çatsın. Mən salim olum, cümlə cahan batsa da batsın. Millət necə tarac olur olsun, nə işin var? Düşmənlərə möhtac olur olsun, nə işin var? Salma yadıma söhbəti tarixi cahani, əyyam-ı sələfdən demə söz bir də filani. Hali isə gətir meyl eləyim dolmanı, nani. Müstəqbəli görmək nə gərək, ömürdü fani. Millət necə tarac olur olsun, nə işin var? Düşmənlərə möhtac olur olsun, nə işin var? Övladı vətən qoy hələ avarə dolansın. Çirkab-ı səfalətlə əli, başı bulansın. Dul övrət isə sailə olsun, o da yansın. Ancaq mənim avazı, şənim ucalsın. Millət necə tarac olur olsun, nə işin var? Düşmənlərə möhtac olur olsun, nə işin var? Hər millət edir səfhe-i dünyada tərəqqi. Eylər hərə bir mənzil-i məvadə tərəqqi. Yorğan döşəyimdə düşəgər yadə tərəqqi. Biz də edərik aləm-i röyadə tərəqqi. Millət necə tarac olur olsun, nə işin var? Düşmənlərə möhtac olur olsun, nə işin var? Bir var laqeyd insan, biganə insan. Bir də var ki, bir şeyin fərqində olan insan. Sabir fərqində olan insan idi. Nəyin baş verdiyini, necə baş verdiyinin fərqində idi. Və bu fərqində olduğu şeylərə bir üsyankarcasına etirazı var idi. Qəbul eləmirdi. Molla Nəsrəddinin fəaliyyəti artıq onun elə bir də təkan verici qüvvəsi oldu. Artıq bir platforma gördü, uyğun bir platformadır, uyğun bir tribunadır və ona görə də onun yaradıcılığına bir təkan verici qüvvədən faydalandı Səbir. Həm də Molla Nəsrəddin onun yaradıcılığından faydalanıb. Bax, bizim bugünkü problemlərimizin bir qismindən tutmuş, indi bugünkü dövrdə bəlkə də müəyyən qədər aktuallığını itirmiş olan məqamlar da daxil olmaqla bütün məqamlara, ailə tərbiyəsi, uşaqların ailədə yetişdirilməsi, gənclərə münasibət, qadınlara münasibət, erkən nikahlardan tutmuş, sonra empati hissinin çox aşağı səviyyədə olmasından tutmuş, cəmiyyətdəki bu sosial fərqlərin yaranma səbəbi və onların arasındakı ziddiyyət, bu və digər məqamlar hamısı onun əsərlərində öz ştrixlərini tapıb. Sabirin malik olduğu hansısa imkanlar vardı, onlar hamısı qaldı arxa planda. Kasıb dediyimiz adam da öz dükanını satır. Satandan sonra da həmin o pulu ailəsinin problemini həll eləmir. O yeni üsulla bir məktəb açılmasının tərəfdarı idi və həmin o vəsaiti o yeni məktəbin açılmasına yönləndirir. Amma yəni gəlin razılaşaq, kasıb bir adamın belə bir fədakarlıq eləməsi nə qədər real ola bilər? Heç bir reallığa yaxın deyil. Ona görə də mənə elə gəlir ki, Sabirin həm yaradıcılığı, həm həyatı ümumiyyətlə yenidən, artıq yeni, bax bu Sovet düşüncəsindən deyil, artıq yeni düşüncə rakursunda, platformasında yenidən araşdırılmalıdır, yenidən öyrənilməlidir. Çünki öyrəniləcək çox məqamlar var. Bununla da Azərbaycanın böyük satirik şairi Mirzə Ələkbər Sabir və onun ölməz əsəri Hop-Hopnamə haqqında olan söhbətin sonuna çatırıq. Bu söhbət boyunca şairin cəsarətli qələmi, satirik üslubu və dərin tənqidləri ilə tanış olduq. Onun misraları təkcə bizə keçmişimizi göstərmir.
Hətta bu günümüzə güzgüdür. Çünki keçmişdə yaranan problemlər təəssüf ki, indi də mövcuddur. Mirzə Ələkbər Sabir deyirdi ki, mən ətimi xalqımın yolunda çürütdüm. Ömrüm yetsə, sümüklərimi də xalqımın yolunda qurban verərdim. İndi bizə düşən Mirzə Ələkbər Sabir və onun kimi dahiləri yada salmaq, zəhmətlərini yerə salmamaq, onların mirasını daima qoruyub yaşatmaqdır. Parlak bir ışık var fezada